Ahlar evində və yaxud da ki, cəza çəkmə müəssisəsində pensiyalar tam məbləğdə ödənilir. Yəni pensiyanın sığorta hissəsi hər bir halda bütün növlər üzrə tam məbləğdə ödənilir. O cümlədən də həmin müəssisədə olan şəxslər üçün. Onlara da pensiya elektron qaydada təyin olur. Təbii ki, əgər yaşa görə pensiya yaranıbsa, pensiya təyinatı elektron həyata keçirilir. Yeganə qalır orada onun müraciətinə bir üçün əsas yaranır ki, kartı, çünki artıq onun kart sifarişi olunur, kartı mütləq Vafıq bankdan götürməlidir. Vafıq bankdan götürmək üçün də cəza çəkmə müəssisəsindədirsə, cəza çəkmə müəssisəsinin vasitəsilə kiməsə yaxın adamın etibarnamə verib həmin kartı, plastik kartını götürə bilər pensiyasını alması üçün və yaxud da ki, ahıllar evindədirsə, təbii ki, özü bu hüquqdan istifadə etməyə öz kartını əldə edə bilər. Yəni fond tərəfindən, yəni nazirlik tərəfindən onlara təyin olunmuş pensiya mütləq tam şəkildə onların bank hesablarından köçürülür. Heç bir tutulma olmadan, azaldırma olmadan. Yalnız yeganə kateqoriya məsələn şəxslər var ki, xüsusi rütbəli şəxslər, hərbi qulluqçular, dövlət qulluqçuları, onlar özləri öz vəzifələrində işləyəndə onların pensiyasının sığorta hissəsi ödənilir, qulluq əlavəsi təbii ki, dayandırılır. Biri digər vəzifədə olsa, məsəl üçün hərbi qulluqçu dövlət qulluğuna, dövlət qulluqçu hərbi qulluğa qəbul olsa, biri öz vəzifəsində yox, 20-ci maddədə tutulan digər vəzifədə işə qəbul olsa, o halda yalnız pensiyanın yenə də sığorta hissəsi tam ödənilir, qulluq əlavəsinin 50% ödənilir. Digər hallarda isə pensiyalardan hər hansı bir tutulma və yaxud da ki, hissə ödənilməsi nəzərdə tutulmamışdır. Cəza çəkmə müəssisəsində bildiyiniz kimi cəzanın növlərindən asılı olaraq da orada müəyyən əməyə cəlb olunur. Və onlara işləyirlər, gəlir əldə edirlər. O gəlirlərindən hansı ki, müəyyən hissəsindən onların saxlama xərci çıxılır və yaxud da onlara əmək haqqı şəklində verilir. O əmək haqqlarından da sığorta haqqı ödənilibsə, o dövrdə, baxmayaraq ki, cəza çəkmə müəssisəsindədirlər. Əgər sığorta haqqı ödəyiblərsə, təbii ki, onlar da sığorta stajına da həmin dövrdə sığorta haqqı ödədiyi dövr, cəza çəkmə müəssisəsində sığorta haqqı ödədiyi dövr də sığorta stajına daxil edilir.